Hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bu gün sizlərlə leksika bölməsinin həm qayda izahını verəcəm, həmçinin də test izahlarını verəcəm müəyyən bir sual sayı qədər. Bununla da həm 100 dəfə deyim, bir dəfə görməyi də nəsib olacaq Allahın izni ilə. Leksika bölməsi elə də çətin bir bölmə deyil. Fonetika bölməsi bitdikdən sonra gələn ikinci bölmənin adı leksika bölməsidir və leksika bölməsində biz sözlər və sözün ətrafında baş verən hadisələrdən danışacağıq. Biz ədəbiyyatdan da bilirik ki, sözə nə qədər önəm veriblər. Məhəmməd Füzulinin özünün ayrıca bir söz qəzəli var. Həmçinin dərslikdə olmayan Nəsiminin bir söz qəzəli var. Bundan da əlavə dünya ədəbiyyatından da nəzər salsaq, sözün önəmini hər zaman vurğulayıblar. İndi biz bunu fəlsəfi baxımından deyil, sırf qayda baxımından yanaşacağıq. Amma dərsimizə keçməmişdən qabaq əlavə bir məlumat verim sizə ki, ekranda gördüyünüz 050 880 71 89 nömrəsinə əlaqə saxlayaraq həm Azərbaycan dili, həm ədəbiyyat, həm də tarix fənni dərslərimizə qoşula bilərsiniz. Hal-hazırki dərslərimiz sürət qrupu ilə bağlıdır, amma sürət qrupu bitdikdən sonra avqust ayından etibarən bizim buraxılış qrupumuz, həmçinin Aydan müəllimin sıfırdan tarix qrupu, mənim ədəbiyyat qrupum yaradılacaq ki, həmin dərslərimizə də qoşularaq növbəti tədris ili üçün bizimlə hazırlaşa bilərsiniz. İndi isə başlayaq söz və sözün təsir dairəsindən, sözün təsir gücündən. Azərbaycan dilində söz 3 fərqli sferadan yanaşılır sözə. Yəni leksika bölməsinin içərisində. Sözün bir leksik mənası var, bir də qrammatik mənası var. Sözün leksik mənası hər kəsə qismət olmur. Yalnız əsas nitq hissələrinə qismətdir belə bir şey. Əgər bir söz deyərkən sənin beynində canlanırsa, bu onun leksik mənasıdır. Biri sənə desə ki, get çörək al və sənin çörəyin forması beynində canlanırsa, bu halda leksik mənanın gücünü görmüş olursan. Qrammatik məna isə həm əsas nitq hissəsi üçün keçərlidir, həm də köməkçi nitq hissəsi üçün keçərlidir. Yəni, bu o deməkdir ki, bütün sözlərdə qrammatik məna var, amma bütün sözlərin leksik mənası yoxdur. Qrammatik məna da o deməkdir ki, misal, çörəyi dedim, beynində formalaşdı, amma çörək isimdir, adlı haldadır, nə sualına cavab verir, tipli məsələlər onun qrammatika bölməsinə şamil olunur. Daha sonra isə sözlər həqiqi mənada ola bilər və məcazi mənada ola bilər. Sözün həqiqi mənada olması onun ilkin funksiyasıdır. Yəni, hər zaman söz həqiqi mənada olaraq başlanılıbdır. Daha sonra beyin inkişaf elədikcə, poetik yanaşdıqca, fəlsəfik yanaşdıqca məsələlərə məcazi mənalar da öz əksini tapıbdır. Azərbaycan dilində hal-hazırda ən çox feil bölməsidir ki, məcazililiyə daha çox meyillidir. Hər hansı bir feilimizi götürüb, düzdür, 99%-i hər birinə şamil edilmir. Məsələn, hıçqırmaq sözündə necə məcazi mənada işlədə bilərsən ki? Amma getmək sözüdür, gəlmək sözüdür, baxmaq sözüdür. Bu tipli sözləri rahatlıqla məcazi mənaya sala bilərsən. Misal üçün, getmək sözü ilə nəzər salaq, evə gedirsənsə, sən artıq həqiqi mənada istifadə olunsun. Amma yuxuya getmək, bu artıq onun məcazi mənasıdır. Bu sferadan yanaşsaq. Üçüncü sferası isə sözlər ümumişlək ola bilər. Ümumişlək. Bir də ümumişlək olmaya bilər. Ümumişlək olmayan. Yəni, ad seçimi çox gözəl sadədir ki, yadınızda qalsın. Bəzi sözlər ümumi işləkdir, yəni hamı tərəfindən işlədilir. Bunlara nələr daxildir? Çox mənalı sözlər, sinonim, antonim, amonimlər. Ümumi işlək olmayan sözlər isə terminlərdir, arxaizmlərdir, neologizmlərdir, dialekt sözlərimizdir ki, bunlarda ümumi işlək olmur. Hamı tərəfindən işlədilməyən sözlərdir. İndi gələk sözün funksiyalarına. Əziz şagirdlər, deməli sözün xüsusiyyətlərini yuxarıda danışdım. İndi isə funksiyalar barəsində danışım. Azərbaycan dilində mətin işləyərkən əminəm ki, funksiyalarla qarşılaşmısınız. Birinci funksiyası informativ olmasıdır. İnformativ nə deməkdir? Sözün informativ funksiyası ilə yuxarıda danışdığımız həqiqi mənası ilə eyni kateqoriyaya aiddir. Poetik funksiyası o deməkdir ki, həmin söz məcazi mənada işlənilibdir. Üçüncüsü isə terminolojidir. Terminoloji o deməkdir ki, ixtisas sözüdür. Yəni, sən bunu hansısa bir fəndə, bölmədə öyrənmisənsə, artıq terminoloji funksiyada işlənmiş hesab olunur. Bunu əsasən bu 3 dənə situasiya tipli suallarınız olur ki, həmin suallarda qarşılaşa bilərsiniz ki, yenə mətin yazılacaq, tünd rəngdə bir söz veriləcək və deyəcək ki, bu hansı sözün funksiyasına aiddir. Orada terminoloji funksiyada ola bilər. Buna nəzər salın. İndi başlayırıq leksika bölməsinin içərisində olanlara. Ortadan bir leksika yazın. Və leksikanın içərisində siz nələrlə qarşılaşa bilərsiniz, onları yazaq. Dərsən sözü düz yazmadım. Ona görə silin bir də təzədən yazım ki, sərgəli görsənsin. Leksika. Aha. Çevrəmizi də biraz böyüdək.
Aha, indi gələk leksika bölməsinin içərisində nələr öyrənəcəyik, onları danışaq sizə. Uşaqlar, birinci leksika bölməsini çoxmənalı ya da təkmənalı sözlərlə qarşılaşacaqsınız. Nə olduğunu biraz sonra deyəcəm. Bunu bitirdikdən sonra homonimi görəcəksiniz. Daha sonra sinonimi, sonra antonim. Bunlar buradan bura kimi olan sözlərimiz ümumiləşmiş sözlər kateqoriyasına aiddir. Daha sonra termin, arxaizm, neologizm. Bunlar proqramdan çıxarılıb da artıq neologizm. Bir də dialekt sözlər. Dialekt sözlər var. Və kateqoriyaya aid olan bir sözümüz də var ki, frazoloji birləşmə. Frazoloji birləşmə. Frazoloji birləşmə də ümumiləşmiş sözlər kateqoriyasına aiddir. Deməli, leksika bölməsində biz təkmənalı sözləri, amonimləri, sinonimləri, antonimləri, terminləri, arxaizmləri, neologizm, dialektləri və frazoloji birləşmələri öyrəndik. İndi gəlin öyrəndiklərimizi sübuta yetirək. İlk olaraq adını qeyd elədim. Təkmənalı və çoxmənalı sözlər. Təkmənalı və çoxmənalı sözlər o deməkdir ki, çoxmənalının ümumiyyətlə düstur kimi yazım yadınızda qalsın. Əgər söz, buradakı bir söz, bir tərəfdə həqiqi, digər tərəfdə məcazi mənada işlənibsə, bu artıq çoxmənalıqdır. Və bunun fəlsəfəsinə inəndə əsasən bədən üzvlərimiz vasitəsilə biz təbiəti, dünyanı anlamağa çalışmışıq. Yəni çoxmənalı söz olmasını daha çox bədən üzvlərimizə borcluyuq. Biraz əvvəl dedim feillərimizdir, amma bədən üzvlərimiz də bu işi çox yaxşı şəkildə bacarır. Misal üçün gözümüzü götürək. Göz insanın gözü həqiqidir. Amma bulağın gözü məcazidir. Şkafın gözü məcazidir. Yaxud da qol sözünü götürək. Qol insanın qolu olaraq təbii ki də həqiqi mənada işlənibdir. Amma çayın qolu məcazidir. Düşünün, bu bir insan olduğunu xəyal eləyin. Bu insanın qoludur, bədəndən kənara çıxıbdır. Bu da çaydır. Çaydan da bax, buradan kənara çıxıbdır. Bu çayın qolu, insanın qolu. Görürsünüz, bir-birinə necə də oxşayırlar. Yəni, həqiqi mənadan törəmə bir məcazi məna yaranıbdır. Yaxud da ki, baş. İnsanın başı həqiqidir. Bu kənd olduğunu düşünün. Bu kəndin ən başı, kəndin başı hesab olunur. Ayaq, insan ayağı həqiqidir. Kəndin ayağı, ölüm ayağı isə məcazi mənada işlənilən bir sözlərdir. Yəni, bədən üzvlərimiz də məcazi mənalı olmağa daha çox meyillidir. Çünki insan təbiəti, ətraf mühiti öz bədəni vasitəsilə öyrənməyə çalışır və gördüklərini onunla adlandırıbdır. Bunun paralelində feillərimizdir ki, çox mənalı olmağa meyillidir. Türkün məsəli deyə bir söz var. Türkün məsəli falan şey. O türkün məsəlinin olmasının səbəb Azərbaycan dilində sözlərin çox mənalığa meyilli olmasıdır. Bunu da yadınızda saxlayın. Daha sonra isə bəzi sözlər var ki, kənardan heç çox mənalı təsir bağışlamır, amma faktiki olaraq çox mənalı sözdür. Misal üçün məktəb sözü. Məktəb sözünü sən düşünə bilərsən ki, burada məcazi nə ola bilər ki, hər gün gedib gəldiyim bir məktəbdir də. Xeyr, məktəb var, bir də həyat məktəbi, ömür məktəbi tipli məsələlər var ki, bunları nəzərə yetirə bilərsiniz. Yəni çox mənalı olması üçün bir söz həqiqi mənada, digər söz isə məcazi mənada olması lazımdır. Təkmənalılar da ki, aydın mənadır, bir mənası var da. Pencəyin başqa missiyası yoxdur ki, pencə ilə pencə formasında da olacaqdır. Ona görə də diqqətli olaq. Çoxmənalı sözü necə yadımıza saxladıq? Bir tərəf həqiqi, bir tərəfdə məcazi olan söz olması lazımdır və eyni nitq hissəsi də olmalıdır. Hissəsi. Bu bizim öyrəndiyimiz təkmənalı və çoxmənalı. Bu da bir üstə gələk qoyaq. Keçək ikinci öyrənməli olduğumuz amonimlər məsələsinə. Amonimlər belə bir şeydir ki, yenə bunu düstur kimi yazın bura. Bir dənə söz olur və bu söz kənara gedəndə bu tərəfdə də həqiqi olur. Bu tərəfdə də həqiqi olur. Və bu sözün yuxarıdakı mənası tamam başqa bir şeydir. Aşağıdakı mənası başqa bir şeydir və vacib deyil eyni nitq hissəsi olsun. Eyni də ola bilər. Müxtəlif də ola bilər nitq hissələri olaraq. Yəni bunun məsələyə dəxli olmayacaq. Misal üçün at sözü yazıram. At sözü bir heyvandır. Bir də əşyanı tullamaq feil mənasında işlənilə bilər. İsim və feil. Və bu gördük ki, müxtəlif nitq hissələrinə aid bir sözdür və biz bunu amonim hesab eləyəcəyik. Yəni amonimin əsas xarakterik xüsusiyyəti o deməkdir ki, yazılış, deyiliş eyni. Hətta başlanğıc forması da eyni olması lazımdır. Vurğusu belə eyni olması lazımdır. Bu başlanğıc forma sözünü unutmayın. Misal üçün qazan sözü çıxır qabağımıza. Azərbaycan dilində qazanın 3 fərqli mənası var. Bir,
yemək bişirilən qazan, bir uğur qazanmaq, bir də ki, yeri qazan mənasındadır. Bu yeri qazan mənasında olanda sözün kökü qaz, an fe'li sifətdir və başlanğıc forma düşür bura, qaz sözünə. Amma qazan mənasında işləniləndə yaxud da ki, uğur qazanmaq sözündə isə sözün kökü qazandır və elə başlanğıc forması da qazandır. Ona görə uğur qazanmaqla ə, hansısa qazan məişət əşyası olan qazan bir-birlərinə amonimdir. Amma fe'li sifət olan qazan amonim hesab olunmur. Səbəb başlanğıc formasının eyni olmamasıdır. Bunu başqa söz üçün də deyə bilərəm. Misal üçün alın sözü üçün də keçərlidir bu dediyim xüsusiyyətlər. Alın sözünün bir insanın bədən üzvü olan alındır. Yenə orada sözün köküdür. Bir alınmaq məsələsi var ki, məsəl üçün alındım. İşlərim alındı, düzəldi. Burada da sözün kökü alındı. Bir də kiməsə deyirəm ki, siz alın. Al sözün kökü ın burada olacaq ikinci şəxsin cəminin xəbərli şəkilçisi. Fikir verirsə burada başlanğıc forma olur al. Demək ki, yuxarıdakı iki versiyada bir-birləri ilə amonimdir. Aşağıdakı versiya bunun amonimi hesab olunmur. Bunu da yadınızda saxlayın. Deməli, amonimlər yazılışları, deyilişləri eyni. Həmçinin başlanğıc formaları da, vurğuları da eyni olan sözlər hesab olunur. Bəzi sözlərimiz var ki, həqiqətən də mənaları fərqli olur. Misal üçün, şaxta sözü yazılan bura. Şaxta sözünün iki mənası var. Biri dondurulan yer şaxtadır, bir də kömür mədəni kimidir. Fəqət bunlar amonim deyil. Çünki birinin vurğusu düşəcək bura, birinin vurğusunda isə düşəcək bura. Vurğusuna görə dəyişilən sözlərlə deyilişləri fərqli olduqları üçün biz bunları da amonim hesab etmirik. Və amonim olmayan sözlər də qayda kitablarında artıqlaması ilə yazılır. Bir hərfinə görə dəyişilən sözlərimiz var, vurğusuna görə dəyişilə bilən sözlərimiz var ki, bunlardır. Amma amonimi mahiyyət olaraq anlayın ki, bir sözün iki fərqli həqiqi mənası olması lazımdır. Həm eyni, həm müxtəlif nitq hissəsi olur. Başlanğıc formaları da eyni olması lazımdır. Bununla da biz amonimliyə bölməsini də nə olduğunu anladıq, mahiyyətini başa düşdük. Sinonimlər isə çox asandır. Sinonimlər bir-birlərini əvəz eləyən nitq hissələrdir. Burada da əsas məsələ eyni nitq hissəsi olması lazımdır. Bir dənə amonimlərdir ki, həm eyni, həm müxtəlif ola bilər. Sinonim, antonim, çox mənalı sözlər mütləq şəkildə eyni nitq hissəsi olması lazımdır. Sinonimlər bölünür də iki yerə. Bir nisbi sinonim, bir də mütləq sinonim var. Misal üçün, aptekə gedib deyə bilərsən ki, mənə ürək dərmanı ver və o sənə gətirib ürək dərmanı verəcək. Amma gedib deyə bilməzsən ki, mənə bir dənə qəlb dərmanı ver ya da mənə könül dərmanı ver. Sənə qəlbə nəzərlərlə baxacaq. Halbuki ürək, qəlb, könül bir-birləri ilə sinonimdir. Fəqət aptekdə ürək dərmanı deyib könül, qəlb dərmanı deyə bilmədiyin üçün bunlar nisbi sinonim hesab olunacaqdır. Amma eynək sözünə gözlük desən, hər ikisi mahiyyət olaraq bərabər olduğu üçün bunlar mütləq sinonimdir. Yəni həmişə bir-birlərini əvəz edən sinonim hesab olunurlar. Antonimlər məsələsinə gəldikdə isə antonimlər isə əks mənalı sözlərdir və burada da yenə eyni nitq hissəsi olması lazımdır və antonimlərdə də mahiyyət eynidir. Kökləri eyni olsa antonim hesab olunmur. Bu sinonim üçün də keçərlidir. Gəl, gəlmə antonim deyil Azərbaycan dilində. Əlavə bir informasiya verim, yadınızda qalsın. Lehinə sözü var Azərbaycan dilində, bir də əleyhinə sözü var. Bunlar bir-birlərinə antonimdir. Antonim olma səbəbi yazılışlarının fərqli olmasıdır. Yazılışlar fərqli olduğu üçün bunlar antonimdir və bunu unutmayın. Terminlər ixtisas sözləridir. Misal üçün, Azərbaycan dilində öyrənirsən elə amonim, sinonim, antonimlər, bu Azərbaycan dilinə məxsusdur. Ədəbiyyatda öyrənirik tuyu, qəzəl, müctəz bəhri, əruz vəzni. Bunlar ədəbiyyata aiddir. Riyaziyyatda öyrənsiniz sinus, kosinus, tangens, fizikada güc, qüvvə, biologiyada öyrənsiniz xordarlar dəstəsi, kimyada üzvlənən və üzvü olmayan qeyri-üzvü maddələri öyrənirsiniz. Bu termindir. Arxaizmlər köhnəlmiş sözlərdir. Dialekt sözlərimiz də ki, rayon sözlərimizdir. Bunlardan savayı öyrənəcəyiniz məsələ frazoloji birləşmədir. Gəlin frazoloji birləşmə haqqında da məlumat verim, daha sonra isə testlərimizə baxaq. Frazoloji birləşmə uşaqlar, ikinci adı sabit söz birləşməsidir. Frazoloji birləşmə budur ki, frazoloji birləşmənin nə asılı, nə də əsas tərəfi var. Bunu unutmayın. Nə asılı tərəf var, nə əsas tərəf var. Bir sözdən ibarət frazoloji birləşmə yoxdur. Bir sözdən ola bilməz. Bir sözdən ibarət frazoloji birləşmə olmaz. Ən azı 2 və daha artıq mənası olması lazımdır. Etmək, olmaq, eləmək sözləri var ki, %90% frazoloji birləşmə olmur. İstisna hallarda frazoloji birləşmə ola bilərlər. Frazoloji birləşmənin amonimliyi də var, sinonimliyi də var, antonimliyi də var. Şərt ondan ibarətdir ki, frazoloji birləşmənin amonimi
də, antonimi də, sinonimi də frazoloji birləşmə olması lazımdır. Yəni mahiyyət olaraq bir-birlərinə uyğun olmalıdır. Məsəl üçün, can vermək sözünün Azərbaycan dilində iki mənası var. Bir kimsə diriltmək mənasıdır, bir də kimsə can verir, ölür mənası var. Və bunun iki fərqli mənası olduğu üçün bu amonim hesab olunacaq. Çünki hər ikisi də frazoloji birləşmədir. Amma burnunun ucu göynəmək bir tərəfdən həqiqidir, soyuqdur və sənin burnunun ucu göynəyir. Digər tərəfdən isə məcazi olduğu üçün biz bunu amonim hesab eləyə bilmirik uşaqlar. Bunu da yaxşı-yaxşı yadınızda saxlayın. Sonra frazoloji birləşmələrdə cümlə üzvü kimi cümlənin əsasən fe'li xəbərləri olurlar. İkinci adı da sabit söz birləşməsidir və dildə hazır şəkildə olur. Yəni biz ağzına sualıb oturmağı ağzına çayılıb oturmaq kimi deyə bilmərik. Yaxud da yanına çayılıb oturmaq kimi deyə bilmərik. Bunu da yaxşı-yaxşı yadınızda saxlayın. İndi testlərinə baxaq. Testlər əsasında da köməklik eləyim sizə. Məsəl üçün, birinci sualda qeyd olunub ki, hansı variantda yalnız termin kimi işlənən sözlər verilmişdir? Baxaq nələrə. E variantından gəlirəm. Uşaqlar, E variantında enerji sözü var. Enerji sözü düzdür. Fizika bölməsində biz keçirik enerjini, hətta düsturu da var. Azərbaycan dilində isə telefonumun enerjisi bitdi. Bu ümumi işləkdir. Burada ümumi işlək olmayan sözdür. Burada isə ümumi işləkdir. Telefonumun enerjisi bitdi və buna hamı başa düşəcək. D variantında xəbər sözü var. Xəbər sözü belə bir şeydir ki, həm cümlənin baş üzvüdür, həmçinin də axşam oturub xəbərlərə baxa bilirsiniz, yaxud da sosial şəbəkədən xəbər izləyə bilirsiniz. C variantında olan sözümüz bucaq sözü olsun. Bucaq sözünün iki mənası var. Yenə riyaziyyatda bir bucaq var. Bir də ki, evin küncü, bucağı deyə bilərik. B variantında zərf sözünü misal üçün deyimsə, zərfin iki mənası var. Bir poçtalyonda atdığımız zərf, ümumi işləkdir bu. Bir də ki, nitq hissəmizdir ki, bu da artıq termin kimi işlənir. Demək ki, bizim birinci sualda işlənə biləcəyimiz, yazacağımız cavab A variantıdır. Çünki folklorla tüyv yalnız ədəbiyyat fənni üçün, akvarel isə təsviri incəsənət dərsində işlənilən bir termindir. Arxaizmlərin cərgəsini istəyir bizdən. Arxaizmlər köhnəlmiş söz mənasında işlənilir. A variantında qulluq sözünü indiki zamanda da işlədirik. B variantında qalıq sözünü marketlərdə indi də deyirik. C variantında vəkil sözü var ki, indinin özündə də öz əksini tapıbdır. D variantında qəlb sözü də saxta mənasında işlənilir və hal-hazırda işlənilir. Güyüm sözü var ki, bu dialekt sözdür, bölgələrdir. Ona görə D variantını götürə bilmirik. Cavabımız E variantıdır. Xurucundur, kəndxudadır, kattadır. Bu artıq arxaizmə məxsus bir sözlərdir. Katda. Keçək 3-ə. Həsrət, vüsal. Həsrət və vüsal bir-birlərinə qarşı əks mənalıdır. Əks mənalı olduqları üçün bunların adı Azərbaycan dilində antonim hesab olunur. Keçək 4-cü suala. Hansı cümlənin əvvəlindəki sözü onun antonimi ilə əvəz eləsək, cümlənin ümumi məzmununa səhv aradan qalxmış olar. Qısa, uzun. Uzun yolla getsən daha tez çatarsan. Məntiqsizdir də. Gündüz ətrafı görmək daha çətin olur. Məntiqsizdir. Ağ rəng necə də rahat seçilir. Ola da bilər, olmaya da bilər. Asan işə heç kim yaxın durmaz. Səhvdir. Böyüklər bizim gələcəyimizdir. Səhvdir. Ona görə də cavabımız C variantıdır. Qara rəngdə, ağ rəngdə gecə daha rahat seçilir məsələsi düzdür. Çünki qaranı gecədə necə görə bilərsən? Gecə də qaradır, paltar da qaradır. Keçək 5-ə. Verilmiş sözlərdən hansının antonimi, sözün özün yox, antonimi həm amonim, həm də çoxmənalı söz kimi işlənilə bilir. Gəlin bir-bir baxaq. Enli, dar. Dar sözü ilə yola çıxırıq. Çünki həmin sözün antonimini istəyir. Dar amonim kimi işlənilə bilər uşaqlar. Dar bir ağacdır, dar ağacı deyirlər. Dardakı bir sifət mənasında işlənilə bilər. Dar yol, dar paltar, misal üçün. Çoxmənalı kimi də necə ola bilər? Bir həqiqi, bir məcazidir. Bunların ikisi də onsuz da həqiqidir. Məcazi mənada da işlənsə dar gün. Dar gün işləndiyi üçün demək ki, elə cavabımız bizim A variantıdır. Çünki A variantında olan sözün antonimi, yəni dar, enlinin antonimi olan dar, həm amonim kimi, həm də ki, çoxmənalı kimi işlənilə bilir. Cavabımız 5-də A variantı olacaq. Böyüyün antonimi kiçikdir. Kiçik də ki, necə amonim ya da çoxmənalı olsun. Kiçiyin antonimi böyükdür, olmayacaq. Yüngülün antonimi ağırdır. Ağır sözü bəli, amonim kimi, çoxmənalı kimi işlənə bilər. Ağır söz dedi filan kəs mənə, yaxud da ki, ağır əşya, həqiqi və məcazi mənada işlənilə bilər. Amma ağır amonim kimi ola bilmir. Amma unutmayın, ağır ola bilməsə də ağrı sözü amonimdir. Bir feil mənasında var, bir də isim mənasında var. Çəkdiyin ağrı isim, bir də ağrımaq mənasında. Kökünkü də
Kök insan, arıq insan, arıq sözü də nə əmonimdir, nə də çoxmənalı kimi işlənilə bilər. 5-də cavabımız A-dır. İlk beşliyi dedik. Keçək növbəti beşliyin testinə baxaq. 6-da deyir ki, biri antonim deyil. Antonim olması üçün əks mənalı söz olması lazımdır. Quru və nəm ikisi də sifətli və bir-birlərinin əksidir. Cavan, qoca ikisi də sifətli və bir-birlərinin əksidir. Böyük və uşaq. Böyük sifətli, uşaq isə isimdir. Bunlar necə bir-birlərinin antonimi olsunlar ki? Cavab D variantıdır. Səadət və bədbəxtlik ikisi də isimdir. Bədbəxtlik olmalıdır. Söz səhv yazılıbdır. İri xırda ikisi də sifət və əks mənalıdır. Cavabımız D-dir. Biri antonim deyil deyir. Xeyir, şər, yer, göy, oturmaq, qalxmaq, güclü, zəif, almaq, vermək. Xeyir, şər məsələsində xeyir formasında yazılmalıdır ki, orada bir xeyir işi olsun. Digər halda isə bəli, xeyrin xeyridir. Ona görə də 7-də cavabımız A variantıdır. Keçək 8-ə. Atalar sözünü bizdən tamamlayır. Təbii ki, darı yeyən heyvan hansı ola biləcək ki? Toyuq olacaq da. Cavab C variantıdır. Bunu maraq üçün çox maraqlı sualdır, amma öyrənmək üçün blok imtahanında belə bir sual təəssüf ki, düşmür. Nümunədə fərqləndirilmiş sözlər bir-birinə münasibətdə nədir? Açıldı gülüm, mən necə gülüm? Açıldı gülümdə burada rozadan, yəni bir kaktus, gül, ondan söhbət gedir, qızıl güldən söhbət gedir. Mən necə təbəssüm eləyim? Yazılışları, deyilişləri eyni, mənaları fərqli olan sözlər Azərbaycan dilində amonim hesab olunur. Keçək 10-cu suala. Hansı cümlədə yuxarı sözü həm həqiqi, həm də məcazi mənada işlətmək olar? Dağın yuxarısına qalxdıqca nəfəs almaq çətindir. Bu həqiqidir. Yuxarı vəzifədə oturanlar bu məcazidir. Yuxarıda olmaq sənə çox yaxşı təsir eləyəcək. Bu həqiqi mənada da ola bilər. Məcazi mənada da ola bilər. Yəni yuxarı vəzifə. Gəlirin ən yuxarısını düşün. Bu məcazidir. Yuxarı başa tez keçin, oturub yeyin, için. Yuxarı başdakı bu həqiqi mənada işlənir. Yəni məkanın yuxarı hissəsini nəzərdə tutublar. Burada cavabımız C variantı olacaq. Bu da növbəti 5-liyimiz. Keçək növbəti suallara. Bir şeyin əvvəlcədən hazırlanmış kiçik nümunəsi nə mənasında işlənilir? Onun maketi mənasındadır. Bu sözün leksik mənasıdır. Sözün leksik mənasını da bilmək üçün mütləq şəkildə izahlı lüğətlərdən istifadə eləyin. Keçək 12-ci suala. Aşağıdakılardan biri gəmi düzəldilən yer zavoddur. Bu tərsanə hesab olunacaq. 13-cü suala nəzər salaq. Kök sözü bitkinin torpaq altında olan hissəsi, düzdür, biologiya dərsindən bilirik. Kök sarı, qırmızı, qara, tərəvəz mənasında işlənilir. Kökün digər mənası da təbii ki də nə ola bilər? Dolu bədənli. Dolu bədənli kök, arabanın təkərlərinin yuxarıda olan hissəsi, nəsab mənşə, yüyən atın ağzından keçirilən dəmir hissəsi, sözün ayrılıqda işlənməyən hissəsi. Bitkinin bu həqiqi mənalı bizdən istəyir ki, həqiqi mənada olsun. Və burada həqiqi mənada olan bir söz dolu bədənlidir. Həqiqətən də bir insan dolu bədənli olduğunu, kök olduğunu görə bilirik və cavabımız A variantı olacaq. Digərlərində isə məcazi mənada işlənilibdir. Keçək 14-ə. Hava sözünün sinonim uşaqlar təranədir. İran təranələri deyə bir musiqi var. Oradan da bilə bilərsiniz. Keçək 15-ci suala. Yuva sözünün leksik təhlilindəki səhv fikri istəyir. Biz bilirik ki, əsas nitq hissəsidirsə, onun həm leksik, həm də qrammatik mənası olacaq. Ev sözünün sinonim kimi işlənə bilərmi? Hardasa. Antonimi mövcud deyil. Çoxmənalı söz kimi işlənə bilmir, yanlışdır. Yuvanın elektrik yuvası kimi işləsə, bu artıq məcazi mənada işlənmiş olur. Birin ifadə etdiyi mənaya görə qrupdan kənar olur. Qumru, cüyür, göyərçin, tərlan, sarı köynək. Aha, burada quş növləridir bunlar. Sarı köynək quşdur, göyərçin quşdur, tərlan quşdur, qumru quşdur. Cüyür isə quş növü deyil. Ona görə də cavabımız B variantı olur. 17-ci sualda deyir ki, nümunədəki leksik təhlillə bağlı səhvi istəyir bizdən. Nəyə yaxınlaşsam sonu uzaqlıq və çaşqınlıq. Anla ki, yoxdur ondan başqasıyla yaxınlıq. Məcazi mənalı söz işlənmişdir. Amonimli olan söz işlənmişdir. Amonimli olan söz burada varmı? Ondan başqası. Məsələn, o sözün özü elə amonimdir. Çünki həm şəxs, həm işarə əvəzliyi kimi işlənilə bilir. Bir-biri ilə sinonimlik təşkil edən sözlər mövcud deyil. Nümunədə yad sözünün sinonimi işlənmişdir. Yad insan, yad insanın sinonimi də olsun burada nə? Yaxınlaşsam, sonu uzaq və çaşqınlıq, anla ki, yoxdur ondan başqası ilə yaxınlıq. Yad sözünün sinonimini biz burada görmürük. Antonimlik təşkil edən sözlər mövcuddur.
Anton yaxınlıq və yaxınlaşsam. Yaxınlaşmaq feildir. Uzaqlıq isim, yaxınlıq isim. Hə, uzaqlıq və yaxınlıq sözləridir. E variantı da düzdür. Cavab D variantı qalır. Çünki yad sözünün sinonimi işlənmişdi. Yanlışdır. Yad sözünün sinonimini biz burada görmürük. Növbəti 18-ci suala nəzər salaq. 18-də deyir ki, sözlərin hansının müxtəlif qrammatik mənaları olsa da, yalnız bir leksik mənası var. Müxtəlif qrammatik mənalar o deməkdir ki, müxtəlif nitq hissələri kimi işlənə bilər. Məsəl üçün, qara sözünün həm aş qarası kimi işlənilə bilər, həmçinin də bu isimdir, denk mənasını işlənirlər. Bu isə sifətdir. D-nin bir qrammatik mənası və bir leksik mənası var. Gözün də həmçinin bir leksik və bir qrammatik mənası var. Tanış sözü də elədir. Cavab E variantı qədər sözüdür. Qədər sözünün iki müxtəlif qrammatik mənası var. Bir qoşma kimi işlənilə bilər, bir də ki, tale mənasında isim kimi işlənilə bilər və isim kimi işləndiyi üçün müxtəlif tale mənası da gəlir və yalnız bir leksik mənası olacaq. Amma qrammatik mənası kimi qoşma da hesab oluna bilər. 19-cu suala nəzər salaq. 19-da deyir ki, altına xətt çəkilmiş hərflərin yerini dəyişsək, yeni söz yaranmaz. Mərhum və məhrum var. Məşhur və məhşur yoxdur. Cavab D variantıdır. Sürfə, süfrə var. Şimşək, şişmək var. Məbhəs, məhbəs var. Keçək 20-ci suala. 20-ci sualda qeyd olunur ki, hansı cümlədə çox mənalı olmayan, amma amonim kimi işlənə bilən söz əksini tapıbdır. Görək hansıdır? Əli dayı kəndin başında gözləyirdi. Buradakı baş sözü çox mənalıdır. Millət ölüb dil yaşayır. Dil sözü həm amonimdir, ingilis dili, bir də bədən üzvü olan dil. Həm də çox mənalıdır. Pianinonun dili misal üçün. Mən bir dağ çayıyam, dağ bulağıyam. Dağ sözü dağ çəkmək mənasında işlənir. D-də yenə baş sözü var, olmayacaq. E-də ayaq sözü var, çox mənalıdır. Cavab C variantı qalır. Mən bir dağ çayıyam, dağ bulağıyam. Buradakı bir sözü amonimdir. Çox mənalılığı yoxdur. Ona görə də elə bir sözü ilə yola çıxıb tapa bilərik. Əslində dağ sözünü də götürə bilərik. Dağın da iki mənası var. Sinəyə çəkilən dağla coğrafiyada öyrəndiyiniz dağ da amonimdir və onun çox mənalılığı yoxdur. 20 sual işlədik. Bir 10 sualda əlavə işləyək və yekunlaşdıraq. Görək növbəti 10 sualımızda bizi nə qarşılayır. Leksik mənasını izah olunmuş sözü müəyyənləşdirərək anaqqramı tamamlayın. Anaqqram da yerləri dəyişdirilmiş bir sözdür. Xidməti və ya başqa bir şey tapşırığı yerinə yetirmək üçün bir yerə getmək bu ezamiyyətdir. Ezamiyyət sözü də ezamiyyət D variantındakı sözə oxşuyur. Ezamiyyət. Aha, cavab elə E variantı, D variantıdır daha doğrusu. D-də ezamiyyət sözü öz əksini tapıbdır. Filip Spartaya hücum etməzdən qabaq onlara hədə-qorxu dolu bir məktub yazır. Əgər təslim olmazsanız ölkənizi işğal edəcəyəm. Əgər ölkənizi işğal etsəm hər şeyinizi əlinizdən alacağam. Bu məşhur bir ifadədir. Lakonizm yığcam sözdür və buna da cavab olaraq yazır ki, əgər. Yəni bu tarixi bir əfsanədir. Gələk 23-ə. Bu hadisədən sonra Şamxanla Əhməd möhkəm dost oldular cümləsinin leksik təhlilindəki səhvi istəyir bizdən. Nümunədə homonimli olan söz işlənmişdi. Ov sözü amonimli uşaqlar. Bir əli ovmaq mənasında, bir də ov ola bilər. Ona görə də A düzdür. Cümlədə düşmən sözünün antonimi mövcuddur. Diqqət yetirin, düşmən sözünü dostu görüb qəbul eləməyin. Etmək, olmaq, eləməklə dost sözü birləşibdir deyə. Düşmən isimdir, dost olmaq isə feildir. Cavab B variantıdır. Möhkəm sözü təbii ki, məcazi mənada işlənibdir. Təkmənalı sözümüz budur. Antonimli təşkil edən sözlər də mövcud deyil və bu da doğru fikirdir. Keçək 24-cü suala. Böyük türk şairi Tofiq Fikrədin şeirləri şüara çevrilmişdir cümləsində böyük sözünü görkəmli sözü ilə əvəz eləməyimiz məntiqlidir. Gələk 25-ci suala. Aha, mən belə bir sxemli sual axtarırdım ki, sizlərə göstərim. Nə yaxşı ki, çıxdı. Aşağıdakı hansı sözün antonimi qarşısında işlənmişdir? Uşaqlar, göy sözü simic mənası var və əli açıq onun antonimidir. Ona görə də cavabımız A variantıdır. Yəni, göyün simic mənası da var. Antonim olaraq da əli açıq ola bilər. Ona görə də A variantıdır və bunu doğru qəbul eləyirik. 26. 26-da qeyd olunub ki, soyuq sözü məcazi mənada işlənmişdir. Təbii ki, bu asan bir sualdır. Cavabımız E variantıdır. 27-ci sual. Silogizmi tamamlayın. Silogizm belə bir şeydir. İkisini birləşdirib bir nəticə verməliyik. Sinonimlər eyni nitq hissəsinə aid olur. Siyah, qara, yığcam, müxtəsər sözləri sinonimdir. İndi bizdən nə istəyir bizdən? Deməli, siyah, qara, yığcam, müxtəsər eyni nitq hissəsinə aiddirlər. Yəni, cavab C variantı olması lazımdır. 28-ə baxaq. Hersog, baron. Bunlar bildiyim qədərilə tarixdə bir
hadisələrdir və bu qraf olması lazımdır. Tarixi bir informasiyalar öz əksini tapır burada. Hansı bənddə sinonim sözlərin cərgəsi pozulmuşdur? Sinonim sözlər eyni nitq hissəsi olması lazımdır. Eyni mənası verilməsi lazımdır. Baxaq, doğru, düzgün, dürüst, abır, ar, həya, səmt, yan tərəf, qat, lay, təbəqə, xəsis, simic, paxıl. Cavab E variantıdır. Paxıllığın xəsis və simicliyə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. 30-cu və sonuncu sualla yekunlaşdırırıq. Verilmiş şərtlərə uyğun olaraq doğru cavabı yazın. Bir-biri ilə sinonimdir. Bisavad, savadsız köklər eynidir, sinonim deyil. Səmərəli, fayda. Fayda isimdir, səmərəli sifət ola bilməz. Qoyun, quzu mahiyyət olaraq uyğun gəlmirlər. Biri böyümüş versiyası, digərisi balaca versiyasıdır. Müxtəsər, yığcam ola bilər, mülayim, sərt ola bilər. Ona görə də cavabımız D variantıdır. Çünki nitq hissələri olaraq da uyğun gəlirlər. Gəlmə və yerli sözləri gec, erkən. Gec gəldim, erkən gəldim. Gəlmə, yerli. Yerli sifətdir, gəlmə. İnsan, necə insan? Bu da sifət, müxtəsər və yığcam. Gəlmə və yerli əks mənalıdır. Ona görə E variantı olmayacaq. Amma müxtəsər və yığcam mahiyyət olaraq eynidir və cavabımız da D variantıdır. Əgər işləmək istəyirsinizsə, sizlər üçün 31-dən 43-ə qədər olan testi, hətta böyüdüm sizlər üçün rahat şəkildə görəsiniz. Ekranı dayandırıb işləyin, baxın və hansı sualda çətinlik çəkirsinizsə, şərh bölməsindən qeyd edə bilərsiniz. Uğurlar, növbəti dərs görüşmək ümidi ilə. Sağ olun.